vermək istədiyim şey, insanlar psixoloqa nə zaman getməlidir, nə zaman müraciət etməlidir? Tam delirəndəmi acaba, yoxsa ən son həddə çatanda, ya da artıq bəzi həkimlər yönləndirir ki, sən bir psixoloji da görün, gör bəlkə sənə terapiyadır falan. Yəni sizcə nə zaman? Çox yerində, çox lazımlı bir sual verdiniz. Hətta mən bu yaxınlarda bununla bağlı bir post paylaşmışdım səhifəmdəki. Terapiyaya, o deyir, bıçaq sümüyə dayananda getmək lazım deyil. Yəni ən son çarə kimi, çıxış yolu kimi getmək bu doğru deyil. Çünki o zaman problem o qədər də yığılır, dərinləşir ki, həll etmək və onun korreksiya etmək də bir xeyli zaman aparır. Bizlər də istəyirik ki, tez nəticəmiz olsun, tez vəziyyətdən çıxaq, amma o zaman da çətin olur. Bu baxımdan həm də nə mənada gecikdirməmək lazımdır. Artıq gecikdirəndə bilirsiniz necə olur? Bir insanlarla münasibətlər korlanmış olur. Ailədə məsələn həyat yoldaşları arasında vəziyyət lap boşanmaya gəlib çıxır.